qovuşacağını ummayanlar, axirəti hesabı qəbul etməyənlər müəyyən yaxşılıqlar eləyə bilərlər. Məsələn, adama dəvət verirsən, deyirsən ki, bax, hesab var, axirət var, ölüm var. Adam bunu qəbul etmək istəmədikdə belə, yenə özü üçün bir ayaq yeri qoyur. Bax, deyir ki, mən sənin dediklərinə inanmıram, boş şeydir, kim gedib görüb gəlib. Mən deyir, heç kimə heç nə eləməmişəm, bax, yetim yesirə kömək eləyirəm, qurban kəsib paylayıram, kəndimizə yol çəkmişəm, mən bunu eləmişəm, nəsə öz üçün əsaslar gətirir. Və bununla bir baxıma özünü qarantiya almağa çalışır ki, sənin dediyin düzdürsə belə, mənim əməllərim var. Amma Rəbbimiz buyurur ki, biz onların etdiyi o əməllərə baxdıq və hamısını puç elədik. Səpələnmiş zərrələrə çevirdik qiyamət günü. Yəni, heç bir faydası olmayacaq. Necə ki, küləyin önündəki kül kimi səpələnər heç bir şey qalmaz. Allah təala ki, biz onların əməllərini bu vəziyyətə çevirdik. Niyə görə belə olur? Kökündə iman yoxdur. Çünki əməlin Allah qatında qəbul edilməsi üçün ilk şərt imandır. İman olmadığı zaman insandan heç bir şey qəbul edilmir. Hər şey qiyamət üçün imanla dəyər qazanır.